Salam dəyərli müəllimlər və əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Və istəyirəm əvvəlcə sizə təşəkkürümü bildirim. Paylaşımlarımın altında xoş sözlər yazırsınız, rəylərinizi yazırsınız. Təşəkkür eləyirəm. Çox sağ olun. Nə xoş ki, mənə az da olsa faydalı oluram. Və qeyd eləyim ki, yazılan hər bir rəy, bəyənməm məni ruhlandırır, motivasiya verir və çalışıram ki, diqqətinizə yeni məqamları çatdırım. Deməli, əziz müəllimlər və abituriyentlər, deyəcəyim məqam əslində bizim dərsliyimizdə olan bir məqamdır. Yəni, yeni bir ixtira etməmişəm. Lakin ola bilər ki, gözünüzdən kənar qaçsın. Bildiyimiz kimi qarşıdan sertifikasiya imtahanı gəlir, MİQ imtahanı gəlir, eləcə də abituriyentlərin ikinci şans imtahanı gəlir. Yəni, əslində bizim dərsliklərimizdə kifayət qədər material var. Sadəcə hər dəfə bunu təkrar eləyirəm. Materiallar bəzən mövzunun sonundakı tapşırıqlarda, bəzən şəkillərdə, bəzən fəaliyyət hissəsində və s. Gizlənib deməyək, fəaliyyət hissəsində olur deyək, tapşırıq hissəsində olur deyək. Ona görə də ümumiyyətlə kitabı oxuyarkən hər tərəfli mövzuya baxış keçirmək lazımdır. Nəyi diqqətinizə çatdırmaq istəyirəm? 9-cu sinif dərsliyimizdə 31-ci mövzu mikrotəkamül yeni növlərin əmələ gəlməsi mövzusunda tapşırıq 2-də bəzi məqamlar var. İstəyirəm diqqətinizə onu çatdırım. Deməli, əziz müəllimlər və abituriyentlər, bu tapşırıq 2-də nə deyir? Ümumiyyətlə bilirik ki, mikrotəkamülün iki formada gedir. Növ əmələ gəlmənin daha doğrusu iki forması var. Coğrafi və deməli ekoloji növ əmələ gəlmə. Və hər birinə aid bizim dərsliyimizdəki materialda 31-ci mövzuda nümunələr var. Sadəcə ikinci tapşırıqda bəzi nümunələr verilib ki, tapşırığın içərisində o materialda yazılmayıb, ancaq biz onu diqqət etməliyik. Yəni, nə vaxtsa bizim qarşımıza imtahanda belə bir sual çıxarsa, biz artıq orada deyə bilməyəcəyik ki, yəni materialda yox idi deyə bilmərik. Çünki tapşırığın içərisində var, ona görə buna diqqətlə baxmalıyıq. Deməli, misallar belədir. Deyir ki, misallardan istifadə etməklə növ əmələ gəlmənin hansı yollarla baş verdiyini müəyyənləşdirin və nəticələri sxemdə qeyd edin. Ümumiyyətlə bilirik ki, növ əmələ gəlmə coğrafi və ekoloji növ əmələ gəlmə olur. Ekoloji. Coğrafi növ əmələ gəlmə iki formada baş verir. Arealın parçalanması, bir də arealın genişlənməsi hesabına. Deməli, birinci cümlədə bizə nə deyir? Meşə inci çiçəyin arealı əvvəl tam olmuş, sonradan buzlaqların təsiri nəticəsində yeni növlərə başlanğıc vermişdir. Əziz müəllimlər və abituriyentlər, əgər arealdan söhbət gedirsə, arealın parçalanması, arealın genişlənməsi və s. bu coğrafi növ əmələ gəlmədir. Meşə inci çiçəyində də areal tam olub, buzlaqlar bu arealı iki yerə bölüblər və yeni növlər başlanğıc götürüb. Bu onsuz da 31-ci mövzuda materialda var. Ona görə bir aid olur hansına, deməli, arealın parçalanması hesabına coğrafi növ əmələ gəlməyə. İkincidə deyir, arealın genişlənməsi nəticəsində güləbətin bitkisi müxtəlif şəraitə düşmüş və nəticədə onun şərq və qərb formaları yaranmışdır. Bu materialda yoxdur, amma nümunə kimi kitabımızda var. Bax, bunu diqqətinizə çatdırmaq istəyirəm. Əgər areal genişlənibsə və güləbətinin şərq və qərb formaları deyir əmələ gəlibsə, deməli arealın genişlənməsi hesabına coğrafi növ əmələ gəlmədir. Sibir qaraşamının Uraldan Baykala qədər öz arealının genişləndirilməsi nəticəsində populyasiya daxilində irsi dəyişkənlik baş vermiş və Daur qaraşamı yaranmışdır. Bu bizim materialda var. Arealın genişlənməsi hesabına, deməli, coğrafi növ əmələ gəlmədir. Bu da bura aiddir, genişlənmə hesabına. 4-də deyir, qidaya ixtisaslaşma ilə əlaqədar arıquşunun 5 növü, iri, qara, abıca, kəkilli və qayçıqa növləri, baxın, altını çizirəm, növləri əmələ gəlmişdir. Bu ekoloji növ əmələ gəlmədir, kitabımızda var, materialda var bu. Amma 5-ə fikir verirsinizsə, 5-də nə deyir? Buzlaqlar Mərkəzi Asiya dağlıq yaylası ətrafında olan arıquşu arealını Avrasiya, Cənubi Asiya və Şərqi Asiya kimi, altını yenə çizirəm, yarım növlərə bölmüşdür. Deməli, arıquşunun yarım növləri, əvvəlcə onu deyək ki, burada nə deyir? Bölmüşdür, parçalamışdır, buzlaqlar parçalamışdır deyirsə, parçalanma, coğrafi növ əmələ gəlmənin arealın parçalanması hesabına, daha doğrusu baş verən coğrafi növ əmələ gəlmədir. Yəni, bu aiddir bura. Nəyi diqqətinizə çatdırmaq istəyirəm? 4 ilə 5-də ikisində də arıquşundan danışır. Sadəcə 4-də arıquşunun 5 növü var.
5-də isə arıquşun 3 yarım növü var. 4-də yaranan arıquşlar ekoloji növ əmələ gəlməklə yaranır. Qidaya ixtisaslaşma ilə əlaqədar şərait dəyişir. 5-də yaranan yarım növlər isə arealın parçalanması hesabına coğrafi növ əmələ gəlmədir. Bax, bunu diqqətinizə çatdırmaq istəyirəm. Sonra tradeskansiya bitkisinin deməli, şəraitdən asılı olaraq güney və kölgəli yerlərdə bitən növləri yaranmışdır. Fikir versiniz, areal nə parçalanmadı, areal nə genişlənmədi, areal daxilində şərait dəyişdi. Güney və kölgəli yerdə bitən növlərə əmələ gəlmişdir. Deməli, hara aiddir? Bu, ekoloji növ əmələ gəlməyə aiddir. Bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.